Ağanın pak ruhuna salavat hədiyyə eləyək. Qardaşlarım, biyaqları mənə dedilər ki, hacı bir ağlamalı bir şey də deyin də. Dəyiməyin, uşaqdır da, tək elə belə uşaqlar ehsanlarda, mövludlarda, şəhadətlərdə böyüsünlər. Onun səsi bir şey eləməz ki. Ağa da onun cəhdinə qurban olar. Gəlin bir, görə-gələ bir xanım Rüqəyyəni bir ziyarət eləyə bilərik, qəlbən, ruhən. Yenə təbim pər açıb Yenə təbim pər açıb bənzədi pərvanələrə. Tutdu öz səmtini şamatidə viranələrə. Orada bir nur görüb yanmağa təbim tələsir. Xanımın eşqinə odlanmağa təbim tələsir. Ora bir yerdir, o yerdə hələ də vay səsi var. Qəlbi yanmış ananın oxşama laylay səsi var. Orada tarix neçə bir səhifəsin qanla yazıb. Orada Səccad ağamız xırdaca bir qəbri qazıb. Ora çartdatdı Hüseynin quruyan ləblərini. Gül misalında peyəmbər qoxuyan ləblərini. Ora Leyla xanımın qəlbinə dağlar qoydu. Ora biçarə rübabın gözünə ağlar qoydu. Orada Əkbər ağanın körpə ələmdarı yatır. Orada Qasım ağanın nazlı gözəl yarı yatır. Orada çox baxdı Rüqəyyə o Şamın yollarına. Orada Əbbasın ümid vardı uzun qollarına. Hey deyərmiş, əmim olsaydı məni vurmazdınız. Qorxumuzdan siz onu ilə üz-üzə durmazdınız. Əmim olsaydı atam da sağ olardı indi. İkisi arxamda vüqarlı dağ olardı indi. Əmim olsaydı çəkərdi nazımı şamı səhər. Əmim olsaydı bibim fikir eləməzdi bu qədər. Gahi Əbbasə deyib oxşama ağlardı bu qız. Hamı xahiş eləyər Rüqəyyə ağlama, ağlardı bu qız. 3 yaşından qara məcər başa bağlardı bu qız. Yazıb Əkbər adını torpağa ağlardı bu qız. Ağlıya ağlıya qardaşı salardı yadına. Sonra təzim eləyib busə vurardı yadına. Gahidə əsxərə laylay deyib ağlardı bu qız. Toxtamazdı, tək Hüseynbay deyib ağlardı bu qız. Xanımın qəmli halı çatdı Yəzidin qızına. İstədi tənə vura teşnə şəhidin qızına. Verdi fərmanını, qullar və kənizlər gəlsin. Gedirəm cəngə, döyüş pərçəmimiz yüksəlsin. Dedilər anlamadıq. Ay Yəzidin qızı anlamadıq. Cəng hara, şahzadə hara. Dedi bu cəng kəlamdır, vuracam qəlbə yara. Atam öldürdü Hüseyni, işini etdi tamam. Məndəki nazlı qızı ilə edəcəm cəngi davam.
müxtəsər hazır olub durdu hərə öz yerinə. Dəstə tez vaxta yetişdi xanımın məhsərinə. Gəldilər Viranəliyə. Yazidin qızı dəbdəbə ilə qullar, kənizlər bunu gətirdilər xanım Rüqəyyənin Viranəliyinə. Xanım Rüqəyyə gördü ki, gəlib bir dəstə gəlib. Sildi göz yaşını. Çay zadı saxla 5 dəqiqə. Xahiş edirəm. Apar o yana. İndi ağlamaq vaxtıdır, su içmək vaxtıdır. Mən xanım Rüqəyyədən deyirəm, susuz qızla sən çay içsən. Nətər Kərbəlaya gedəcəksən? Dəstə tez vaxta yetişdi xanımın məhsərinə. Sildi göz yaşını, durdu ədəbindən ayağa. Salam ərz etdi Rüqəyyə gələn hər bir qonağa. Dedi kimsiz, nəçisiz? Biri mənə izah eləyin. Qəm günümdə gəlişin məqsədin agah eləyin. Mənim qardaşım ölüb, qardaşlarım, atam ölüb, əmilərim ölüb. Qəmliyəm, dərd içindəyəm. Siz nə bə nə əcəb gəlmişsiniz bura? Nəyə görə gəlmişsiniz? Yazidin qızı Doxtarı pəstidəni meydana atdı özünü. Bildi ki, Rüqəyyə xanımıdır. Hədəfini aldı nişan, açdı zəhərlə sözünü. Dedi ki, Rüqəyyə məndən soruşursan kiməm? İndi mən sənə deyəcəm mən kiməm. O dedi, mən özümü təqdim edim, şah qızıyam. Bu dedi, şah ona quldur, Rəsulallah qızıyam. Bəh, 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 bəh. Göründü xanım Rüqəyyə nə cavablar verəcək bu Yazidin qızına. O dedi, mən özümü təqdim edim, şah qızıyam. Bu dedi, şah ona quldur, Rəsulallah qızıyam. O dedi, şah da atam, kürsüsü bellərdə gəzib. Bu dedi, sus, babamın qundağı göylərdə gəzib. Bəh, bəh, bəh. O dedi, o deyəndə bilin ki, Yazidin qızıdır. Bu deyəndə bilin ki, xanım Rüqəyyə. O dedi, fərqimizə bax. Sən də deyirsən şah qızıyam, mən də Rüqəyyə. O dedi, fərqimizə bax. Libasım zibadır. Mənim paltarım gözəldir. Sən hələ bir çadrova bax, cırıq-cırıq, çirkli, döyülmüsən. Sən də şah qızı, mən də. O dedi, fərqimizə bax Rüqəyyə. Libasım zibadır. Bu dedi, bizdə libasın gözəli təqvadır. O dedi, Rüqəyyə. O dedi, dəbdəbəni hökm eləyən dövrandır. Mən zəmanə ilə ayaqlaşıram ki, belə geyinirəm. Zəmanə uşağıyam da yəni. İndi bizimkilərdə var, saçın zadı belə eləyirlər, cavan uşaqlarımız. Zəmanə uşaqlarıdır. O dedi, dəbdəbəni hökm eləyən dövrandır Rüqəyyə. Bu dedi, bizlərə tək hökm eləyən Qur'andır. O dedi, mən, Rüqəyyə, mən Əməvilərdə xilafət gülüyəm. Bu dedi, mən də Hüseynin qızı cənnət gülüyəm. O dedi, fəxr edirəm ki, Əməvi dövləti var. Əməvi dövləti bilirsiniz də?
Əməvilər, Yazid, Muaviyyə. Yazidin qızıdır da, kimi tərifləməlidir? Məni tərifləməyəcək. O dedi, fəxr edirəm ki, Əməvi dövləti var. Sizi məğlub eləyibdir. Deməli, qüdrəti var. Bu dedi, sən elə bilmə, bu zəfər çox gedəcək. Bibimin nitqi sözün dövləti alt üst edəcək. O dedi, tabe olun. Keçdi diktatorluğa. O dedi, tabe olun. Sahibi fərman da atam. Bu dedi, kulli yaranmışlara sultan da atam. O dedi, şah qızı olmaqda izin yoxdur sənin Rüqəyyə. Hələ bir özünə bax. O dedi, şah qızı olmaqda izin yoxdur sənin. Necə şahzadəsən? Adi kənüzün yoxdur sənin. Xanım Rüqəyyə burada sustu. Cavab vermədi. Saray əhli, bunlarla gələn kənizlər, qullar, bir yaltaqlar, saray əhli sözə alqış elədi bəhbəhlə. Sizin diliniz gəlmədi bir dəfə də bəhbəh deyəsiniz Rüqəyyənin sözünə. Amma onlar orada bir sən necə bəhbəh deyirdilər xanım Rüqəyyə, Yazidin qızına. Saray əhli sözü alqış elədi bəhbəhlə. Güldülər ya saxta gülüşlərlə, yalan qəhqəhlə. Çoxluğun hayküyü saldı bu qızı təsirinə. Zeynəbin bir sözü gəldi bu qızın xatirinə. Bu nə sözdü görəsən, düşdü çətin vaxta yada. Niyə birdən-birə bu fasilə düşdü arada? Görən nə öyrətmişdi xanım Zeynəb buna? Gör nə deyib? Deyib, qızım, hər müşkülün olsa, hər çətinliyin olsa, şərəfün nası çağır. Gələcək qeyrəti qurban, Əmin Əbbası çağır. Gör nə öyrədib ona? Gələcək qeyrəti qurban, Əmin Əbbası çağır. Daməni Zeynəbi tutdu, Zeynəbin ətəyin tutdu uşaqlar. Bu hayküyə. Daməni Zeynəbi tutdu ağamın ahuları. Dedi, Əbbası çağırırıq bibi, qorxut bunları. Əbbasın adı xanım Zeynəbi kövrətdi yaman. Şirizən, Doxtər Zəhra özünə verdi təkan. Dedi, Gülsüm ayağa dur, balamın pis günüdür. Başı avır, dizi avır, balamın pis günüdür. Sonra döndərdi kənizsiz xanıma öz üzünü. Öpdü 3 yaşlı qızın, sildi qaraldan gözünü. Dedi, susma, cavabın var Rüqəyyə. Qızım, niyə susmusan, cavab vermirsən bunlara? Sənin kənizin yoxdur. Dedi, susma, cavabın var, bu əsil mətləbdir. Vaxt çətin vaxtı qızım, de kənizin Zeynəbdir. Xanım, o zaman söz demədin ki, kənizin yoxdur sənin. Sənə qurban, bu zamanda kənizin çoxdur sənin. Hər evdə 2-3 dənə kənizin var. Hər evdə 2-3 dənə nökərin var sənin. Kaş o bu vaxt olaydı, qeyrətimiz olaydı bizimlə, durardıq xanımın arxasında. Allah bu dəqiq, bugünkü gün ki, xanım Zeynəbin, xanım Rüqəyyənin, hərəmlərin qoruyur orada mücahid qardaşlarımız. Allah onları salamat eləsin. O əllər ki uzanır ora, Allah onları və onların nəslin məhv nabud eləsin hamısına. Allah bizim hamımıza o ziyarətləri nəsib eləsin. Tezliklə inşallah. Bir şeir də məndən istədilər, qeyrət şeirini bir dənə onda deyim, sonra gənə inşallah söz qardaşlarımızındır.
Qeyrətliyə qeyrətsiz olanlar çəkər əsrət. Yaxşı, nədir qeyrət? Görəsən hardadır qeyrət? Qeyrət əgər alsaydı bir insan kimi surət, aya bu ki qeyrətli ələmdardır deyərdiniz. İnsan necə gör insana oxşardı deyərdiniz. Mən belə istədim də, ağamıza Vəlfəzə tərif deyim, amma sən demə heç düz deməmişəm. Qeyrət dilə gəldi bu sözə, söylədi şair, tay tutma Əbəlfəzlə məni Allaha xatir. Sən bilmirsən, mən kimdə Əbəlfəz deyəcəm, sən elə təsvir. Bir dağ deyə Əbəlfəzli, onu vermin mənə nisbət. Dağdan qoparılmış balaca zərrədir qeyrət. Tarix onu tərif eləyib öz kitabında, alimlərimiz qeyd eləyib 100 kitabında. İznim əgər olsaydı mənim, qeyrət deyir ha, İznim əgər olsaydı mənim, söz kitabında Allaha acıq gedməsə bir kəlmə pozardım, qeyrət sözünə xət çəkib Əbbasi yazardım. Niyə? Bax buna görə deyir. Hər kim susuz olsa, içəcək olsa da damla. Hər kim susuz olsa, görsən biz 3 saat burada dözə bilmirik. 3 saat, 4 saat etiraf eləmək lazımdır, dözə bilmirik. Elə bir qurtum arada içirik. Və 5 gün, 10 gün qalasan 50 dərəcə istinin altında, nətər olar vəziyyət. Hər kim susuz olsa, içəcək olsa da damla. Görə Bəlfəz ağa neyini? Dəryanı məhdəl qoyub aşurada səqqa. Damla nədir? Dəryanı məhdəl qoyub aşurada səqqa. Yetişib suya, doldurdu içə ovucuna su, boşaltdı. İçmədi yan. Qeyrət deyir ki, mən deyirəm ona. Qeyrət dedi ki, içə Bəlfəz, döyüşə taqətin olsun. Əbbas deyir, əsxərdən utan, qeyrətin olsun. Mən necə içməli əsxər elə su içməyim? Sən boş-boş ağırsan, Fərata söylədi səqqa. Birdən Fərat, məni Allah yaradaydı belə dərya. Necə olur olsun, bir yolla açıb, xeymiyə sarı yeni məcra. Zəhra bağının güllərini əlan sulayardım. Əks halda xəcalətdən ölərdim, quruyardım. Elşən, daha sən dərk elədin kimdə Əbəlfəzli? Qeyrət ona şagirddir, müəllim də Əbəlfəzli. Niyə? Allah dediyi hər sözə təslimdə Əbəlfəz. Allahın hər sözünə təslimidə Əbəlfəz. Bax bu idi məsələ. Allah dediyi hər sözə təslimdə Əbəlfəz. Allah sözünə hər kim ola qəlb ilə təslim, qeyrət ona şagird olacaqdır. O müəllim, qeyrət ona şagird olacaqdır. O müəllim. Çox sağ olun. Allah qəbul eləsin. Allah bizi elə ağamız Əbəlfəzə xatir bağışlasın inşallah. Bəlkə biz Seyid Talekinlə bir şey oxuyaq. O gün bir şey oxumuşduq onlarla. Gəlin.
Gəlin bir Heydəriyə oxuyaq inşallah, sonra Seyidgilə söz verərik. Cəmaat istəyir də bişmə, oxuyan da öyle, elə hər yerdə mənə deyirlər oxu. Gəlin görək. 5 dəqiqə, çox yox ki, mən aslında oxuyan da öyle. Oxumaq istəyirlər, deyirlər ki, nəsə bir şey olsun. السلام عليك يا أمير المؤمنين يا أخا رسول الله أسد الله الغالب غالب كل خائل مظهر الأجائب علي بن أبي طالب Kimler Ali'ye ziddi savab defteri olmaz. Kimler Ali'ye ziddi savab defteri olmaz. Vallah Ali bir zat idi ki benzeri olmaz. Dünya deyilen evde ona müşteri olmaz. Menden elinin nökerinin nökeri olmaz. Kimler elini zikreliye nökeriyem mən. And olsun elinin canına Heydəriyəm mən. Alüllehün alemde gulami deryem ben. Alüllehün alemde gulami deryem ben. Açan emeli sağırla müşteriyem mən. Saği odi məsdi qədəhi gözəriyem mən. Nökər demərəm, nökər demərəm, xak rəhi qəmbəriyəm mən. And olsun Əlinin canına Heydəriyəm mən. Məndən də deyirlər oxuyun, mən oxuyan da öləm ha.
Elə bir iki beyt, elə. Gəldikdə Əlinin adı qəlbən əsərəm mən. Hər kim Əli söylərsə əlindən öpərəm mən. Bir dil mənə tənə vura vallah dözərəm mən. Amma Əliyə dəysə kökündən kəsərəm mən. Çünki ağamın sözlə kəsən xəncəriyəm mən. And olsun Əlinin canına Heydəriyəm mən. Ey şah-ı vilayət yoluna can verərəm mən. Allah nə veribdir mənə ehsan verərəm mən. Öz oğlumu övladı və qurban verərəm mən. Qurban sənə lazımdırsa ünvan verərəm mən. Türk övladı Şəhrul Bakıdan Azəriyəm mən. And olsun Əlinin canına Heydəriyəm mən. Xilqət bağını